Hörmətli kollegalar, bildiyiniz kimi Avropa oyunlarına lap az vaxt qalıb. Bununla əlaqədar çıxış üçün söz verilir Gənclər və İdman Naziri cənab Azad Rəhimova. Azad müəllim, buyurun keçin tribunaya. Məndə sığar Gənclər və İdman, mən bu tribunaya sığmaram. Mən sizi çox gözəl başa düşürəm. Harada rahatdır, orada da durun. Çox sağ olun Oktay müəllim. Bağışlayın da biraz qarın buraxmışam. Siz qarı bırakmamışsınız. Qarın sizi bırakır. Çox nahaq yerə gülürsünüz. Mən bu qarını bilə-bilə buraxmışam. Xeyir ola? Xeyirdir. Misal üçün, Avropa oyunları zamanı birdən güləşçilərimiz üçün döşək çatmasa, Polnu gəlib mənim qarnımın üstünə güləşə bilərdi. Və yaxud Avropa oyunları zamanı yağış yağsa, VIP qonaqlar mənim qarnımın altında gizlənə bilərdi. Azad müəllim, yaman qayğı keçsiniz. Bildiyimizə görə siz hətta Avropa oyunlarına gələn idmançılarının bütün xərclərini öhdənizə götürmüsünüz. Bəli, götürmüşük. Bu hələ xarasıdır. Avropa oyunlarından sonra xarici idmançılar çıxıb gedəcəklər öz evlərinə, eşiklərdə. Biz orada da onların işıq pullarını, qaz pullarını, su pullarını ödəyəcəyik. Lazım olsa, misal üçün lazım olsa, Hollandiyalı idmançı öz cinsini dəyişmək istəsə, biz onun əməliyyat pulunu da ödəyəcəyik. Azad müəllim, yeri gəlmişkən bizim uşağın məktəbini idman zalına trenajör almaq lazımdır. 1500 manat ayıra bilərsiniz. Bir dəqiqə yanında pul var. Yaxşı, sualınız yoxdursa mən gedim. Azad müəllim, sonuncu sual. Bu. Azad müəllim, siz hal-hazırda İdman və Gənclər Nazirisiniz. Bəs 40 ildən sonra siz kim olacaqsınız? 40 ildən sonra mən İdman və Qocalar Naziri olacağam. Sağ olun. Salamat qalın.